Belə görünür. Raziyanalı plov hazırlayırıq. Başlayaq. Bibim hazırlayırdı və çox xoşuma gəlirdi. İndi istədim ki, özüm hazırlayım. Onda düşündüm ki, ən yaxşı limon soslu toyuq qanadı yaraşar. İlk öncə qanadlarımızı soslayaq. Limon suyu, duz, oregano, pul biber, çox az sarımsaq tozu, hardasa yarım çay qaşığı və bir neçə yemək qaşığı zeytun yağı. Yaxşıca qarışdıraq. Dinlənməsi üçün 15-20 dəqiqə gözlədirik. Qanadları soba listinə düzürəm. Və 160 dərəcədə 25-30 dəqiqə bişirəcəm. Düyümüzü bişirmək üçün qaynayan suya əlavə edirik. Və bir neçə dəqiqə bişdikdən sonra dəmləyəcəyik. Qazma hazırlayırıq. 2 yemək qaşığı qatıq, 2 yumurta, duz, duru yağ, 6 yemək qaşığı düyü. Hazırladığımız qazmağı qazana yayırıq. Düyünü qazana əlavə edirəm. Xırda-xırda doğradığım boyanaları, rəziyanaları əlavə edirəm qazana. Qalan düyünü də əlavə edirəm yenə üzərinə. Düyünün üzərinə bir neçə yerə kərə yağı əlavə edirik. Üzərinə mətbəx salfeti əlavə edib və qoyuruq dəmləməyə. Plov və toyuğumuz hazırdır. Dadına baxırıq. Dadı çox mükəmməldir. Siz də hazırlayın.